Bütün əhl-i sünnə hamısı bilir ki, Əli radiyallahu anh necə fəziləti vardır. Və həmçinin onun yoldaşı Fatimə radiyallahu anh'ın fəziləti vardır. Və həmçinin onların evladları Həsən və Hüseynin fəzilətini əhl-i sünnə bilir və etiraf edir. Və həmçinin əhl-i beytin fəzilətini. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin Qadir Xumda olan tövsiyəsini də qoruyurlar. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın kitabını tövsiyə etmişdir və əhl-i beytini tövsiyə etmişdir. Yəni onlara qarşı qayğılı, diqqətli olmağı tövsiyə etmişdir. Qadir Xumda. Bizdə Qədir Xum deyirlər. Qadir ərəbcə qadirdir. Qadir mənası gölməkə deməkdir. Xum yerin adıdır. Qadir Xum. Yəni Xum gölməkəsinin yanında Peyğəmbər sallallahu aleyhi və səlləm bunu tövsiyə edir. Allahın kitabına möhkəm yapışmağı və əhl-i beyti isə sayğılı olmağı tövsiyə edir. Və əhl-i sünnə a'zamun nas hifzan, yəni əhl-i sünnə yəni bu vəsiyyəti ən güclü qoruyan kimsə.